Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Mən bugün sizə elektrik bölməsi ilə bağlı bir sualın izahını vermək istəyirəm. Koordinat başlanğıcında yerləşən nöqtəvi Q0 yükünün B nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyinin modulu 25 volt bölünsün metrdir. Bu yükün A nöqtəsində yaratdığı elektrostatik sahənin intensivliyinin modulunu hesablayın. Bax uşaqlar, biz bilirik ki, elektrostatik sahədə nöqtəvi Q0 yükünün yaratdığı intensivlik vektoru bizə bu düstur verir. Y bərabərdir K modulu Q0 bölünsün R kvadratı. Baxın, görürük ki, Q0'mız koordinat başlanğıcındadır. Yəni sabitdir. Həm A nöqtəsi üçün, həm də B nöqtəsi üçün eyni Q0 yüküdür. K zaten bilirik ki, sabitdir. Onda intensivlik Y məsafənin kvadratının tərs mütənasib aslıdır. Onda YA-nın YB-yə olan nisbəti bizə verməlidir RB kvadratının RA kvadratına olan nisbətini. Baxın, bizə nə demişdi? Demişdi ki, B nöqtəsində intensivliyimiz 25 volt bölünsün metrdir. Bəs A nöqtəsində nəyə bərabər olar? İndi B nöqtəsindəki intensivlik bizə məlumdur. Bir də məsafələr lazımdır ki, biz oradan artıq A nöqtəsindəki intensivliyi təyin edə bilək. Bunun üçün nə edəcəm? Bilirik ki, bu məsafə nöqtəvi Q0 yükündən verilən nöqtəyə qədər olan məsafədir. A nöqtəsi üçün hesablasam, olacaq RA məsafəsi. Yəni, bu bir növ düzbucaqlı üçbucağın hipotenuzu rolundadır və o da nəyə bərabər olacaq? Pifaqor teoreminə əsasən bir kateti 1, digər kateti isə 2 damadır. Onda yazacağım ki, RA bərabərdir kök altında. 1'in kvadratı 1 üzərinə gəlsin, 2'nin kvadratı 4. Yəni, bu bizə verəcək RA bərabərdir kök altında 5. B nöqtəsi üçün də yenə də Q0'dan B nöqtəsinə belə bir məsafə xətti çəkdik. Bu da düzbucaqlı üçbucağın hipotenuzu rolundadır. Onun bir kateti 2, digər kateti isə 3 damadır. Onda RB üçün yazacağım ki, kök altında 2'nin kvadratı 4, üzərinə gəlsin, 3'ün kvadratı 9. Onda RB məsafəsi bizə nəyi verəcək? Kök altında 13'ü verəcək. Onda gəlin burada hesablayaq. YA nöqtəsini bilmirdim. Amma YB nöqtəsində 25 olduğunu gördüm. Bərabərdir. RB'miz də 13'dür, onun kök kvadratı ilə 13 eləyəcək. Aha, RA'mız kökdə 5'dir, kvadratı 5 eləyəcək. Onda 25 ilə 5'i ixtisar yaparsam burada 5 qalacaq və YA-nı tapmaq lazımdır. YA da bərabər olacaq 5 vurulsun 13. Yəni 65 volt bölünsün metr. Cavabımız eləyəcək 65 volt bölünsün metr. Sualımız bu qədər.